Təəssüf ki, bu gün bu otaqdan ayrılıram. Heydər baba, yar yoldaşlar çöndüler. Bizi bir çölde koyup çöndüler. Çeşmelerin çırakları söndüler. Adam gider bu dünyada at kalar. Yaxçı pisdən ağızda bir dad kalar. Heydər baba, dağlar bütün dumandır. Günlerimiz birbirinden yamandır. Birbirinizden ayrılmayın, amandır. Yaxçılığı elimizden alıplar, yaxçı bizi yaman güne salıplar. Heydər baba, kendin toyun tutanda, kız gelinler hena piltə yaxanda, bəy gəlinə damdan alma atanda, benim de o kızlarında gözüm var. Aşıkların sazlarında sözüm var. Bayramıdır, gece kuşu oxurdu. Adaqlı qız bəy corabın toxurdu. Hər kəs şalın bir bacadan soxurdu. Ay nə gözəl qaydadır şal sallamaq, bəy şalına bayramlığı bağlamaq. Mən də şal istədim, otdum, ağladım. Fəqət bu mahnanı, bu şeiri ərz edirəm. Fəqət Bakı həmzəbanlarımızın sağlığına deyirəm. Heydər baba, dağın daşın sərsəri, kəhliklərin oxur dağdan fər səsi, quzuların ağıyı, bozu, gərəsi, qızlar deyər, atıl basıl, çərşənbə, ayna təki bəxtim açıl, çərşənbə. Heydər baba, mərd oğullar doğucular, qutları tut, gədiklərdə boğculan, namətlərin, burunların oğculan, qoy quzular, ayın şahin otlasın, otlamaktan quyruqları çatlasın. Sağlığınıza, yine məhəbbətiniz olsa yine deyərəm, var. Çox sağ olun. Gəlib çıxmışam Qacarın ev muzeyinə. Bir Təbrizli dayı mənə qəşəng Şəhriyardan şeir deyə gətirdi buralara. Xəritədə vurmuşdum bura gəlməyə. Dayı da dedi, mən də səndən gedə bilərəm. Dedim, gəlin. Birlikdə gəldik. Hər yeni ölkəyə gedəndə bir kitab alıram. Bu adətimdir mənim. Bu da Təbrizdən aldığım kitab. Çox adam deyir ki, Təbrizə nəyə gedirsən? Nə var orada? İranda nə var? Amma mən burada görməli, gəzməli. O qədər yer tapdım ki, tarixdə oxuduğum o evlər, tarixdə oxuduğum o Təbriz, insanları, şəhərin özü mənə çox ləzzət elədi. Heç kimi bilmirəm. Mən Təbrizə bir də gələrəm. Dişə gəlmisiniz? Ad günümdür mənim. Ad günümdə həmişə başqa bir ölkəyə. Təvəllüdümdür, hə. Onda da həmişə başqa bir ölkəyə gedirəm. Bu dəfə də Təbrizi seçdim. Qoyulur keçməyə. Hə, belə düz getməliyəm. Elə mən o məsləhət şeydən elə o cidə deyirəm. Buranın Şahgölüsünə getmişsiniz? Hə, hara? Şahgölü. Şahgölünə getməmişəm, yox. O, əskəylə oradır. Hə? Ora getməsək bunlar havadır. Orada gedəcəm. Muzeyləri gezmək istədim. Getmişəm Kəndovana. Hə, oradır. Sonra getmişəm Ala dağlara. Getdim Ərdəbilə. Oradır qəşəng. Hə. Kiminlə gəlmisiniz? Tək. O. Hə, gəzirəm tək ad günümdə hər yeri. Dayı mənə çörək verdi.
Oynalı dağı görünür. Bu da bu məşhur saat meydanı. Hoş geldiniz. Bu qəbristan, məzaristan tarixi yer şəhri Təbrizdir. Tarixi yetişir 3200 il bundan qabaq. Adı qoyulubdur Doriye Peydayişi Əsri Ahən. Yəni 3200 il bundan qabaq bu adamlar, bu iskeletlər dəmir tanınıbdır. Bir daş mozəsi var, bir Yaxbəndə mozəsi var, bir mefrəx mozəsi var. Bu mozənin adı Ahəndir. Yəni 3200 il bundan qabaq bunlar elə bir dəmiri tanısınlar. Adı qalıb Doriye Peydayişi Əsri Ahən. Əsri Ahəni dodur. Əsri Ahəni ikidir. Biri yekdir, burudur. Bu Əsri Ahəni dodur. Bunların etiqadları budur ki, ayinləri budur ki, biz nənəmizin qarnında nəcür dünyaya gəlirik. Öləndən də sonra üç daxili qəbrə. Qolumuz bağlı, qıçımız bağlı. Bunlar zamanı ölümləri, zamanı mərcilər istilkesin daxili qəbrə, hətmən ki, günəşə tərəf olsunlar. Günəş sübh çağı şərqi tərəfindədir, nahardan sonra da qərb tərəfindədir. Hardan bilək ki, bunlar ağadılar, xanımdılar, məzarların içərisinə baxırıq. Əgər sağ tərəfində qəbirə getsə, ağadır, sol tərəfində getsə, xanımdır. Əla. Bu məlumatları bilmirdim. Bunları bildiyim çox yaxşı oldu. İndi bu adam. Bu adam ağadır, bu tərəfindədir, ağadır, sübh o deyildi. Sağ tərəfinə qoyulur. Gəlmişəm Səs Muzeyinə. Bu da Təbrizdəki bir piraşkidir. Dedim dayı, içində nə var? Dedi, xama var. Çok tatlı. Təbrizdə hər şeyə demək olar ki, gülab vururlar. Gül qoxulu nəsə var içində. Amma bilə bilmirəm nədir. Çok soyuqmuş El Gölü. Gidip bir tane kofe içecek. Biri bize çok sağ olun deyəndə biz qarşılığında deyirik ki, değməz, sizə sağ olun. Ancaq Təbrizlilər deyir ki, xahiş edirəm, buyurun. Və ən çox elə bu sözdən istifadə edirlər. Xahiş edirəm, buyurun, üzr istəyirəm. Çok güzeldi.
Buradakı oteldəki insanların münasibətini çox sevdim. Sanki burada Azərbaycanlıların heç 197 il keçməyib yaşadıkları, o bizdən ayrıldıkları dövrdən 1828-də bilirsiniz də Türkmençay müqaviləsindən Cənubi Azərbaycan ayrılıb yarısı Rusiyaya, yarısı İrana. Və o gündən bu günə sanki burada heç nə dəyişməyib. O mədəniyyətdən, o adət-ənənədən, kökdən, amma həqiqi kökdən sanki heç nə dəyişməyib. Təsəvvür edək ki, bir uşaq oturmuşuq belə çay içirik. O öz mən də içirəm, mənim də çayımın yanında şirniyyat var. O mənə götürüb öz şirniyyatını verib deyir, buyurun. Bu mədəniyyət deyil, nədir? Burada hər kəs kimsə gələndə mütləq bir ayağa qalxıb oturur. İnsanlar o qədər mehribandır, o qədər səmimidirlər. Sadəcə bir dənə sözləri məni çox təəccübləndirdi. Buradan tez-tez rədd oluram. Təəccüblə baxdım. Sonradan başa düşdüm ki, rədd oluram, keçib gedirəm deməkdir. Məsələn, bizdə çıx get deyirik, bu yumşaq səslənir, amma rədd ol buradan deyəndə bu bir təhqir sayılır. Bunlarda isə çıx get təhqir sayılır, rədd ol buradan yüngül sayılır. Yəni çıx get buradan deməkmiş. Bir dənə şeyi sevmədim, yol hərəkət qaydalarını. Yolda demək olar ki, piyadalar necə gəldi keçir. Yolda piyada xətti yoxdur, piyada xətti olan yollardan heç kəs keçmir. İşıqfor yoxdur, bir tək bunlar. Təbriz kişiləri qadınları ovcularının içində saxlayırlarmış. Yəni bunu elə qadınların özündən də eşitdim. Kişilər də bunu vurğuladılar. Çox möhtəşəmdir. Yəni bir də gələrəmmi Təbrizə sevə-sevə. Təbrizə də, Ərdəbilə də, hətta bu dəfə Urmiyaya da gedəcəm.